Bakıda xalasının evində qalan qız ona böyük məbləğdə ziyan vurub. Həmin qız xalasının evində qaldığı müddətdə ona aid olan pulları yavaş-yavaş oğurlamaya başlayıb, hissə-hissə pulları oğurlayıb xalasının pulunu. Amma bu deməli hadisə uzun çəkməyib, zaman yetişib ki, həmin hadisənin üstü açılsın. Hadisə Xətai rayonunda baş verib. Xətai rayon ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28.000 manat pulun oğurlandığını bildirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə Xətai rayon polis idarəsinin 36-cı polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərər çəkmişin bacısı qızı En Nəzərova müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.